Salam, mən biologiya müəllimi Məsmə Surxayeva. Bugün sizə yeni 8-ci sinif dərsliyimizdən olan ikinci hissədən birinci bölməsi həzm haqqında danışacağım. Deməli, biz bundan öncə birinci hissədə tənəffüs sistemi orqanlarına, qan damar sistemi orqanlarını və bitkiləri keçdik. İkinci hissənin birinci bölməsi isə həzmə aiddir. Həzm və qidalanma. Həzm sistemi orqanları artıq insan orqanizmimizin enerjiyə olan ehtiyacını ödəmək üçün, maddələri bir-birinə çevirmək üçün lazımdır. Və bu çevrilmələr zamanı artıq qalan qida maddələrinin bədəndən xaric olmasına da həzm orqanlarının bir hissəsi yerinə yetirir. Deməli, həzm iki funksiya yerinə yetirir. Həm maddələrin bir-birinə çevrilməsi prosesini, həm də həmin maddələrin həzm olunmayan qalıqlarının orqanizmdən kənar edilməsi funksiyasını. Və bu funksiyaları yerinə yetirmək üçün həzm orqanları formalaşır ki, bunlar ağız, qida borusu, mədə, bağırsaqlar, qaraciyər, öd kisəsi daxil olmaqla bir sıra orqanlardır. Həzm sistemi müxtəlif canlılarda müxtəlifdir. Yəni, məsələn, insanda həzm sistemi mədə bir şöbəlidir. Ancaq digər heyvanlardan olan, məməlilər sinifinə aid olan heyvanlardan gövşəyənlərin mədəsi 4 kameralıdır. Artıq onların mədəsi bir neçə hissəyə ayrılıb. İşkəmbə, tox, qursaq, qat-qat hissələrinə. Bəzi məməlilər var ki, məsələn, ibtidai ilk məməlilərdən olan ördək burunun, kitabımızda da belə bir məlumat yazılıb, deyir ki, onun mədəsi yoxdur. Burada qeyd olunub ki, ancaq bəzi heyvanların, o cümlədən dəniz ayğırının və iki tənəffüslülərin, dəniz ayğırı iki tənəffüslü və ördək burunun mədəsi yoxdur. Ördək burun məməlilər sinifinə aid, ilk məmələrə aid bir heyvandır. Lakin bunun mədəsi yoxdur. Onların mədəsi olmasa da, bu o demək deyil ki, onlarda həzm prosesi getmir. Onların qidası qida borusundan birbaşa bağırsağa keçir. Deməli, buradan bu hissədən məlumat verdik. İndi keçək həzm sisteminin əsas funksiyası nədir? Həzm bu bölmədə biz nələr öyrənəcəyik? Orqanizmdə maddələr mübadiləsi. Ümumiyyətlə, maddələr mübadiləsi nədir? Orqanizm xarici mühitdən daim qida maddələri qəbul edir ki, bu da onun yaşaması üçün enerjiyə olan tələbatını ödəyir. Çünki qida maddələrinin parçalanmasından alınan enerjinin bir hissəsi orqanizmin qurulmasına sərf olunur. Digər bir hissəsi isə istilik şəklində orqanizmdən kənarlaşdırılır. Qidalanmanın ilk öncə iki tipi var. Avtotrof qidalanma var, bir də heterotrof qidalanma. Avtotrof qidalanma nədir? Biz fotosintezi keçəndə bitkilərdə qeyd etdik ki, fotosintez nəticəsində və əksər bitkilər yaşıl xlorofili sayəsində fotosintez edir və qeyri-üzvü maddələrdən üzvü maddələr hazırlayırlar. Bu, onlarda avtotrof qidalanmadır. Bunlara, məsəl üçün, ibtidai heyvanlarda da rast gəlirik. İbtidailərdən, məsələn, bir hüceyrəlilərdən yaşıl evglenadır, volvoxdur. Burada qeyd edim. Yaşıl, evglen, volvox. Bu kimi heyvanlarda, ibtidai heyvanlarda da fotosintez nəticəsində avtotrof qidalanırlar. Əksəriyyət heyvanlar isə heterotrof qidalanırlar. Heterotrof qidalanma odur ki, canlılar hazır şəkildə üzvü maddələri qəbul edirlər. Məsələn, heyvanların bitkilərdə qidalanaraq həmin qidanı əldə edib, həmin enerjini ondan alırlar. Və yaxud karnivor canlılar, yırtıcı canlılar digər heyvanlarla qidalanırlar və bunlardan enerji əldə edirlər. Və maddələr mübadiləsinin iki növü var. Anabolizm və katabolizm. Anabolizm nədir? Burada da şəkildə qeyd olunub. Anabolizm odur ki, kiçik molekullu birləşmələrdən böyük molekullu birləşmələrin sintezinə anabolizm deyilir. Anabolizm nəticəsində dedik ki, kiçik molekullu birləşmələrdən enerji nəticəsində böyük molekullu birləşmələr alınır.
Bunun üçün də həmin molekulların əmələ gəlməsi üçün orqanizm həmin reaksiyalarda enerji sərf edir. Lakin katabolizm isə bunun əksidir. İri molekullu birləşmələrin katabolizm nəticəsində parçalanır, orqanizm enerji əldə edir. Buna katabolizm və yaxud energetik mübadilə deyirik. Katabolizm və energetik mübadilə adlanır. Deməli, maddələr mübadiləsində iki cür getdi: anabolizm və katabolizm. Anabolizmə biz başqa adı plastik mübadilə deyirik. Kiçik molekullu birləşmələrdən enerjinin udulması ilə nəticəsində böyük molekullu birləşmələrin əmələ gəlməsidir. Katabolizm isə onun əksi olaraq böyük molekullu birləşmələrin, məsələn, orqanizmin qidalaması zamanı biz qida maddələrini qəbul edirik. Həmin qida maddələri orqanizmimizin müəyyən şöbələrində, həzm orqanlarında parçalanır və qana sovurulur. Həmin proses, məsələn, katabolizm adlanır və yaxud energetik mübadilə. Çünki katabolizm nəticəsində qidalardan enerji ayrılır ki, bu da orqanizmimizin qurulmasına sərf olunur. Bir hissəsi istilik şəklində orqanizmimizdən xaricə verilir. Anabolizm və katabolizm mübadiləsinin ikisinin birlikdə cəmi metabolizm adlanır. Deməli, anabolizm və katabolizmin cəmi metabolizm adlandı. Maddələr mübadiləsini əsasən həzm, tənəffüs və ifrazat prosesləri tənzimləyir. Buna da həzm orqanları, tənəffüs sistemini tənəffüs orqanları, ifrazat sistemini isə ifrazat orqanları yerinə yetirir. Baxın, burada belə bir şəkil qeyd edib, qida maddələri ilə orqanizmə qida borusu ilə, həzm orqanları ilə qida maddələri, su, mineral duzlar daxil olur. Həzm orqanlarımızda bu qidalar həzmə uğradıqdan sonra müəyyən şöbəsində deməli, onların, tutaq ki, nazik bağırsaqlardan zülallar, amin turşular, glikoza, bunlar qana sovurulur. Qana keçmiş həmin maddələr qanla orqanizmin qida maddələri hüceyrələrinə daşınır və hüceyrələrimizdə əmələ gələn parçalanma məhsulları isə qana verilir. Digər tərəfdən həzm orqanlarında nazik bağırsağın şöbələrindən yağ və gliserin, yağ turşuları limfaya sovurulur və limfadan da yenidən, görürsünüz burada, limfa dövranı vasitəsilə damara qayıdır. Tənəffüs orqanlarımızda isə oksigeni alır, həmin tənəffüs orqanlarımız vasitəsilə alırıq, karbon qazını isə xaric edirik. Alınmış oksigen ağciyərlərimizdə qazlar mübadiləsi nəticəsində qan damarlarımıza keçir və qan damarlarımız nəticəsində həmin oksigen hüceyrələrimizə daşınır. Hüceyrələrimizdə qida maddələri və oksigenin daşınması nəticəsində parçalanma məhsulları əmələ gəlir ki, həmin məhsullarda yenidən qan dövranına qayıdır və qan dövranı ilə bir hissəsi, məsələn, su, sidik cövhəri, duzlar, ifrazat orqanları vasitəsi ilə xarici mühitə verilir. Karbon qazı, məsələn, su buxarının bir hissəsi ağciyərlərimiz vasitəsilə, qazlar mübadiləsində ağciyərimiz vasitəsilə xarici mühitə verilir. Həzm olunmayan qida qalıqları isə həzm orqanları vasitəsilə xarici mühitə verilir. Sonra mineral maddələr haqqında danışaq. Deməli, orqanizmimizə lazım olan maddələrdən biri də mineral maddələrdir. Mineral maddələr özü iki yerə bölünür. Var makroelementlər, var mikroelementlər. Makroelementlərə məsələn aiddir kalsium, kalium, sonra magnezium, natrium, fosfor, xlor. Bunlar makroelementlərdir. Yəni, hüceyrədə bunların miqdarı daha çoxdur. Mikroelementlərə gəldikdə isə mikroelementlərə dəmir, yod, selen, manqan, mis,
sink. Bu elementlər isə mikro elementlərə aiddir. Mineral maddələr özləri də orqanizmdə bir sıra funksiyalar. Mikroelementlərə dedik ki, ferium, yəni dəmir, yod, sink, mis, manqan, selen aiddir. Məsələn, kalsium sümüklərin tərkibinə daxildir. Kalium qanın laxtalanmasında iştirak edir. Mikroelementlərdən dəmir qanın hemoqlobinin tərkib hissəsinə daxildir ki, eritrositlərdən. Bu da qan azlığına səbəb olur, azlığı. Yod qalxana bənzər vəzinin funksiyasının tiroid hormonunun tərkibinə daxildir. Sonra sink mədaltı vəzi hormonu olan insulinin tərkib hissəsidir. Və bunların çatışmamazlığı orqanizmdə ciddi xəstəliklərə səbəb olur. Qida məhsullarında və meyvə və tərəvəzlərdə, baxın burada qeyd olunur, ət, yumurta və süd dəmirlə zəngindir. Kalsium duzları sümüklərin böyüməsini, qanın laxtalanmasını, sinir sisteminin və əzələ fəaliyyətini təmin edir. Həmçinin də kalium ion duzları da qanın laxtalanmasında iştirak edirlər. Mineral maddələrin mübadiləsi orqanizmin sağlamlığı üçün həyati əhəmiyyətə malikdir. Bundan əlavə orqanizmə lazım olan maddələrdən biri də vitaminlərdir. Vitaminlər özü, vitamin sözünün mənası həyat deməkdir və həyat üçün lazım olan bir maddələrdir vitaminlər. Və onlar bioloji fəal maddələrin, fermentlərin tərkib hissələrinə daxildirlər. Vitaminlər özü iki yerə ayrılır. Deməli, suda həll olan vitaminlər və yağda həll olan vitaminlər. Suda həll olan vitaminlərə biz C və B qrup vitaminlərini misal göstərə bilərik. Yağda həll olan vitaminlərə isə buradan qeyd edim, A, D, E və K vitaminləridir ki, bunlar yağda həll olurlar. Bir də yadda saxlayaq ki, A, D, E, K vitaminləri və ümumiyyətlə yağda həll olan vitaminlər orqanizmdə depolana bilirlər. Xüsusən də qaraciyərdə A, D və K vitaminləri depolanır. Lakin suda həll olan vitaminlər, B və C qrup vitaminlər, bunlar depolana bilmirlər. Suda həll olduqları üçün artıq əgər biz onu qida ilə qəbul etsək və yaxud həb şəklində qəbul etsək, onun artığı orqanizmdə depolanmadığı üçün orqanizmdən kənarlaşır. Bunu da yadda saxlayaq. Sonra vitaminlər özü dedik ki, iki yerə ayrılır, yağda həll olanlar və suda həll olanlar. C vitamininə gəlin baxaq. C vitamini hansı qidaların tərkibinə daxildir? C vitamini suda həll olan vitaminlərə aiddir və C vitaminin çatışmamazlığı orqanizmdə ciddi xəstəlik olan skorbut xəstəliyinə səbəb olur. C vitamini damarların keçiriciliyini, divarının, yaraların sağalmasını, qan damarların divarının keçiriciliyini tənzimləyir, yaraların sağalmasını və sümüklərin bitişməsini sürətləndirir. Orqanizmdə xəstəliklərə qarşı müqaviməti artırır. Bəzən soyuq yoluxucu xəstəliklərə biz immunitetimiz yoluxduqda, ona görə C vitamini daha çox qəbul edirik. Çünki C vitamini immuniteti artırır. C vitamini çatışmadıqda insanda iş görmə qabiliyyəti azalır, əzələ və yuxuculuq yaranır. İnfeksiyon xəstəliklərə qarşı müqavimət zəifləyir. Selikli qişaların iltihabı və qansızmalar baş verir. C vitamini, məsələn, ən çox bitki tərkibli qidaların tərkibində var. Bunlar hansılardır? İt burnudur, qarağatdır, soğandır, sarımsaqdır, limondur, portağaldır, sitrus meyvələrində, kələmdir, kartofdur. Baxın, bu qidalarda C vitamini daha çoxdur. Və C vitaminin gündəlik tələbatı, orqanizmin C vitamini olan sutkalıq tələbatı 50-78 mg-dır. Ən çox C vitamini olan orqanizmin tələbatı ən çox C vitaminədir. Çünki digər vitaminlərin az miqdarı belə orqanizmə kifayət edir.
Çatışmamazlığı skorbut xəstəliyi yaradır ki, bu dəridə, əzələdə, silikli qişalarda qansızmalar baş verir. Diş əti qanayır, dişlər ulaqlayır, immunitet zəifləyir. A vitamininə digər adı retinoldur. A vitamini yağda həll olan vitamindir və görmə pigmentinin tərkibinə daxildir. A vitaminin çatışmayanda zəif işıqlanmadadır. Xüsusi vaxtı, gecə vaxtı görmə qabiliyyəti pozulur və toyuq korluğu xəstəliyi yaranır. Niyə toyuq korluğu xəstəliyi deyirik? Çünki toyuqlar axşamlar görmədiyi üçün həmin insanlarda da A vitamini çatışmayanda axşamlar, yəni qaranlıqda görmürlər. Bu da onlarda gözün çöpcüklərinin funksiyasının pozulması ilə səbəb olur ki, gözün çöpcüklər və kolbacıqlar adlı hüceyrələr var ki, gözlərdə çöpcüklərin funksiyasının pozulması toyuq korluğu xəstəliyinin yaranmasına səbəb olur. A vitamini daha çox balıqda, sonra yağda, pendirdə, burada balqabaq verib, ərikdə, yer kökündə var, yumurtada var, ət məhsullarında var və A vitamini tərkibində karotin maddəsi var ki, qidaların A vitamininə çevrilə bilir bağırsaqlarımızda və qaraciyərimizdə. A vitamini dedik ki, depolana bilir orqanizmdə. D vitamininə gəlincə, D vitamini bağırsaqlarda kalsium və fosforun geriyə sovurulmasını tənzimləyir. Bu maddələrin sümük toxumasından çıxmasının qarşısını alır. Çatışmamazlığı raxit xəstəliyinə səbəb olur uşaqlarda. Döş qəfəsini formasını dəyişir, ayaqlar nazilir və ağırlığına, bədən ağırlığına dözə bilmədiyi üçün ayaqlar başlayır əyilməyə. Buna biz raxit xəstəliyi də deyirik. D vitamini orqanizmdə qidalarla qəbul oluna bilir. Məsələn, süddür, yağdır, qaraciyərdir, kürüdür. Bu kimi qidalarda yumurtadır, D vitamini var. Digər bir hissəsi isə D vitamininin dərimizdə günəşin ultrabənövşəyi şüalarının, günəş şüalarının təsiri ilə melanin pigmenti var dərimizdə, bu D vitamininə çevrilir. Yəni, orqanizmimizin özündə də D vitamini sintezi baş verir. Sonra vitaminlərdən B qrup vitaminləri haqqında kitabımızda verməyib. Mən sizə bu haqda da danışım. B qrup vitaminləri çoxdur. B1, B2, B6, B12 vitaminləri var ki, məsələn, bunlar da suda həll olan vitaminlərə aiddir. B1 vitamini sinir sistemi və əzələ funksiyasını yerinə yetirir. Əsas funksiyaları əzələ funksiyasıdır. Bunlar, məsələn, B1 bitkilər, dənli bitkilərdə, paxlada, ətdə, qaraciyərdə, xüsusən də qabığı soyulmamış dənli bitkilərdə olur bu B1 vitamini. Çatışmamazlığı sinir pozuntuları, yorğunluq əmələ gətirir. B2 vitamini hüceyrə tənəffüsü, dəridə görmə, dəri funksiyalarını yerinə yetirir. Bunun da tərkibinə, hansı qidaların tərkibinə aiddir? Süddür, yumurtadır, qaraciyərdir, bu qidaların tərkibində var. Çatışmamazlığı B2 vitaminin ağzın silikli qişasında yaralar əmələ gətirir, gözün görmə qabiliyyəti zəifləyir. B12 vitamini suda həll olan bir vitamindir. Qan əmələ gəlmə prosesində iştirak edir. Sonra sinir sisteminin əmələ gəlməsində, normal fəaliyyətində iştirak edir B12 vitamini. B12 vitamini çatmadıqda insanda anemiya xəstəliyi yaranır. Anemiya da qan azlığıdır, bilirik. Bunu ən çox, məsələn, ətdə olur, qaraciyərdə, yumurtada, süd məhsullarında olur B12 vitamini. D vitamini haqqında danışdıq. A vitamini isə Y vitamini haqqında da deyim. Y vitamini də yağda həll olan vitaminlərə aiddir. Hüceyrə qorunması funksiyasını yerinə yetirir. Çatışmamazlığı sonsuzluq yarada bilər, əzələ zəifliyi yarada bilər. Məsələn, Y vitamini qoz, fındıqda daha çox olur. K vitamini də Y vitamini kimi yağda həll olan vitaminlərə aiddir. K vitamini qanın laxtalanma prosesində iştirak edir. Yaşıl yarpaqlı tərəvəzlərdə olur. Məsələn, bu brokoli kələmində, sonra kahıda, soğanda, sarımsaqda, bitkilərin yaşıl hissəsində daha çox olur. Qanaxmalar zamanı gec sağalan yaralar gec sağalır. K vitamini.
Sonra gəldik zülal mübadiləsi haqqında danışaq. Deməli, zülallar, karbohidratlar, yağlar, bunlar orqanizmin əsas struktur vahidlərindən biridir. Çünki zülallar bir çox funksiya yerinə yetirir orqanizmdə. Karbohidratlar məsələn əsas enerji mənbəyidir. Yağlar enerji mənbəyidir orqanizmdə. Bir sıra lipid membranlarının tərkibinə daxildir. Orqanizmin qurulmasında iştirak edir. Zülallar özləri polimer birləşmələrdir. Zülalların tərkibi isə amin turşularından ibarətdir. Amin turşuların, zülalların həmçinin mürəkkəb funksiyalarda yerinə yetirir orqanizmdə. Bioloji fəal maddələrin, fermentlərin tərkibi zülaldır. Orqanizmdə də fermentlər reaksiyaların getməsi üçün əhəmiyyətlidir. Biz dedik ki, anabolizm nəticəsində kiçik molekullu birləşmələrdən iri molekullu birləşmələr əmələ gəldi. Həmin orqanizm maddələrin əmələ gəlməsində fermentlər iştirak edir, enerji iştirak edir. Bu fermentlər də zülallardan əmələ gəlir. Orqanizmə qida maddələrinə zülallar həzm sistemi ilə daxil olur, xaricdən qida maddələri vasitəsilə. Onlar orqanizmin nazik bağırsaqda amin turşularına parçalanırlar. Və amin turşularına parçalandıqdan sonra burada da qeyd edib, amin turşularının özləri də karbon qazına, suya və amonyaka parçalanır. Amin turşuları bağırsaqdan qana sovurulur və qanla hüceyrələrimizə gedir, istifadə olunur. Çünki bəzi amin turşular var ki, hüceyrələrimiz ondan istifadə edir. Bəziləri çünki orqanizmin özündə sintez olunmur. Biz onu xarici mühitdən qəbul edirik. Məsələn, bunlar əvəzolunmaz amin turşuları adlanır ki, bunlara aiddir. Lizin aiddir. Buradan yazın. Lizin aiddir. Triptofan və yaxud histidin. Bunlar əvəz olunmayan amin turşularıdır ki, bunların orqanizmdə çatışmamazlığı ciddi fəsadlara səbəb olur. Lizinin çatışmamazlığı ürək bulanması, baş gicəllənmə verə bilir. Triptofan çatışmayanda ciddi şəkildə həmin şəxs arıqlayır. Histidin çatışmadıqda hemoqlobin azlığı baş verir. Həm də zülallar orqanizmimizdə dedik ki, enerji funksiyası yerinə yetirirlər ki, 1 qram zülal parçalananda 17,6 kilojul enerji ayrılır və insanın sutkalıq zülala olan tələbatı 100-150 qram arasında dəyişir. Zülallardan sonra karbohidratlar gəlir ki, karbohidratlar orqanizmdə əsas enerji mənbəyidir. Onlar orqanizmin ümumi enerji ehtiyatının təxminən 58%-ni ödəyir. Deməli, orqanizmimizin özünün 58% enerjisini karbohidratların hesabına ödənir. Buna görə də biz daim qida ilə karbohidrat orqanizmə qəbul etməliyik. Və 1 qram orqanizmimizdə karbohidratın parçalanmasından 17,6 kilojul, yəni zülal qədər enerji ayrılır. İnsanın gündəlik karbohidrata olan sutkalıq tələbatı 500 qramdır. Deməli, ən çox biz insanlar ən çox karbohidrat qəbul etməliyik. Çünki niyə? Bizim hüceyrələrimizdə karbohidratlar monomerlərə parçalanır ki, bunun monomeri də karbohidratların glikozadır. Glikoza beyin hüceyrələrimizə və sinir hüceyrələrimizə daha çox lazımdır. Və glikozanın artığı orqanizmimizdə, əzələmizdə və qaraciyərimizdə glikogen şəklində toplanır. Əgər qanda şəkərin miqdarı artarsa, mədəaltı vəzinin insulin hormonu ifraz olunur və həmin hormonun sayəsində glikozanın artığı əzələlərdə və qaraciyərdə depolanır glikogen şəklində. Normal halda qanımızda glikozanın miqdarı 0,8-0,12 mg təşkil edir. Əgər bunun dedik ki, səviyyəsi bu faizdən yuxarı artarsa, glikogen şəklində qaraciyərimizdə və əzələlərimizdə toplanır. Yox, əgər biz uzun müddət karbohidratsız qidalarla az qida qəbul etsək və yaxud bizim qanımızda şəkərin miqdarı düşsə, o zaman glikogen ehtiyat halında olan həmin o glikogen
başlayır parçalanmağa və qlikozaya çevrilir ki, bu da hüceyrələrimizə lazımdır. Qana keçirlər və bunlar. Yağ mübadiləsi. Yağ mübadiləsi qida maddələri orqanizmdə qəbul olunmuş yağlar orqanizmimizdə parçalanır gliserin və yağ turşularına. Və bu yağ turşuları bayaq da qeyd etdiyim kimi limfaya sovrulurlar. Limfaya sovrulmuş yağ turşuları limfa dövranı vasitəsilə yenidən qan damar sisteminə qayıdır. Yağlar orqanizmimizdə həm də enerji mənbəyi rolunu oynayır. Və 1 qram yağ parçalananda zülal və karbohidratdan 2 dəfə artıq, yəni 38,9 kilojul enerji qəbul edirik. Orqanizmdə həm də yadında saxlayın ki, 1 qram yağ parçalandıqda 1,1 qram su ayrılır. Yəni, yağın parçalanmasından orqanizmdə həm də su ayrılır. Orqanizmimizə sutkalıq yağın tələbatı 80-100 qram arasında dəyişir. Yağlar dedik ki, nazik bağırsaqdan limfaya sovruldu və yenidən dövr edib qan dövranına limfa vasitəsilə qayıtdı. Yağlar bundan əlavə həm də inşaat funksiyası yerinə yetirir orqanizmimizdə, yəni hüceyrənin membranlarının tərkibində yağlar, lipidlər vardır. Və bədənimizdə dəraltı pi qatında yağlar ehtiyat halında toplana bilir ki, bu da bədəni soyuqdan müdafiə edir. Məsələn, dənizlərdə yaşayan su itidir, balinadır, bunlar soyuq havada da suyun temperaturu aşağı olsa da yaşaya bilirlər. Niyə? Çünki onların bədənində ehtiyat halında pi yağ toplanır, bu da soyuğu keçirməyə qoymur bədənə. Dərinin altında toplanır. Və bir də yağların hormonal funksiyası var ki, cinsiyyət hormonlarının tərkibinə daxildir. Böyrəküstü vəznin bəzi hormonları var ki, cinsiyyət hormonlardakı, bunlar xolesterin tərkiblidir. Və deməli, yağlar inşaat funksiyası yerinə yetirdi, energetik funksiya yerinə yetirdi və tənzimləmə funksiyası yerinə yetirdi orqanizmimizdə. Bu dərsdən bu qədər. İndi gəlin öyrəndiklərinizi tətbiq edin hissəsinə baxaq. Deməli, deyir ki, uyğunluğu müəyyən edin. Gliserin və yağ turşularına parçalanır. Dedik ki, gliserin və yağ turşularına parçalanan yağlardır. Ona görə yağlardan xətt çəkək aya. Sümüklərin böyüməsini təmin edir. Sümüklərin böyüməsini təmin edən kalsium duzlarıdır. Orqanizmdə əsas enerji mənbəyi rolunu oynayır. Karbohidratlar orqanizmdə əsas enerji mənbəyi rolunu oynayır. Amin turşulara parçalanır. Zülalların monomeri amin turşularıdır. Zülallar parçalanır amin turşularına. Dəmir eritrositlərin tərkib hissəsinə daxildir. A vitamini isə görmə pigmentinin tərkibinə daxildir. Sonra öyrəndiklərinizi yoxlayın hissəsində verib 100 qram ağ çörəkdə 8,1 qram zülal, sonra 0,9 qram yağ və 47 qram karbohidratın olduğunu bilərək onların parçalanma zamanı ayrılan ümumi enerjini hesablayın. Dedik ki, 1 qram yağ parçalananda 38,9 kilojul enerji ayrılır. Bizə burada yağı nə qədər verib? 0,9 qram. Həmin rəqəmi 38,9-a vururuq. Aldığımız cavabı təxmini hesablayaq. Təxmini burada 35,1 edəcək. Sonra 1 qram karbohidrat parçalananda 17,6 kilojul enerji ayrılır. 1 qram zülal parçalananda da həmçinin 17,6 kilojul enerji ayrılır. Buradan da bizə 8,1 qram zülal verib. Həmin kütləni 17,6-ya vuracaq. 47 qram karbohidratı da 17,6-ya vuracaq. Tapdığımız rəqəmi ümumi toplayıb, ümumi enerjini hesablayacaq. Sonra deyir, uzun məsafəyə qət edən idmançıya nə üçün şirin çay içirdirlər? Çünki yadımızda saxlayaq ki, uzun məsafəyə qət edən idmançı ilk öncə tərləyir, enerji itirir
Həmin tərləndiyi zaman bədən su itirir. Bu məsafə qət edəndə insan tərləyir, həmin vaxt insan su itirir. Su itirdiyi üçün ona çay verirlər. Çayın tərkibində həm də kofein var. Kofein də əzələlərin yorulmamasının qarşısını alır, yorğunluğunu götürür. Və şirin çay verməsinə səbəb qlikozadır ki, şirin çayın tərkibində olan qlikoza qana daha tez sovrulur. Bu da onun itirdiyi enerjinin bərpası üçün lazımdır. Yalnız bitki mənşəli qidaların qəbul edilməsi sizcə hansı vitaminin çatışmazlığına səbəb ola bilər? Yalnız bitki mənşəli qidalar biz dedik ki, məsələn, K vitamini, C vitamini bunlar bitki mənşəli qidalardadır. Amma D vitaminidir, sonra A vitaminidir. Bunlar heyvan mənşəli qidalarda daha çox üstünlük təşkil edirlər və bu vitaminlərin də çatışmamazlığı orqanizmdə saydığımız həmin xəstəliklərin səbəb olur ki, A vitamini toyuq şorluq xəstəliyi, sonra D vitamini raxit xəstəliyinə səbəb ola bilər. Bugünkü mövzumuzdan da bu qədər. Ümid edirəm ki, hər kəs mövzunun izahı barədə bildi. Nə sualınız olsa yorumlar hissəsində gözləyirəm. Sağ olun.